Salam, hər vaxtınız xeyir olsun. Pul və banklar fənnində sizləri salamlayıram. Bugünkü mövzumuz inflyasiya və onun növləri. Mövzu əsasında müzakirə edəcəyimiz suallar, inflyasiyanın mahiyyəti və baş vermə səbəbləri, inflyasiyanın növləri, təzahür formaları və inkişaf qanunu uyğunluqları, deflyasiya, stagflyasiya və devalvasiya və nəhayət sonuncu sualımız anti-inflyasiya siyasəti. İlk sualımıza keçid etmək istəyirəm. İnflyasiyanın mahiyyəti haqqında biraz söhbət açaq. Latın mənşəli söz olan inflyasiya anlayışı şişmə, köpmə mənasını verir. Müasir dünyada inflyasiya istənilən iqtisadi inkişaf modeli üçün səciyyəvidir. İnflyasiya milli iqtisadiyyatın durumunun əsas indikatorlarından biridir. Son nəticədə inflyasiya milli valyutanın dəyərsizləşməsi prosesidir. Məhz milli valyutanın əhəmiyyəti üzündən iqtisadi siyasət metodları arasında seçim etdikdə inflyasiyanın proqnozlaşdırılması və tənzimlənməsi vəzifələri həmişə birincilər sırasında durur. Bazar iqtisadiyyatı ölkələrdə inflyasiyanın hətta kiçik artımı mərkəzi hökumətin və investorların təşvişinə səbəb olur. İnflyasiya makroiqtisadiyyat sahəsində qərarların qəbul edilməsinə, investisiya planlarının hazırlanmasına və müəssisənin inkişaf strategiyasının seçilməsinə təsir göstərir. İnflyasiyanın tərifini vermək o qədər də asan deyil. Ümumi mənada desək, ənənəvi olaraq inflyasiya tədavüldəki pul kütləsinin əmtəə dövriyyəsinin tələbatlarından artıq olması və bunun davamı olaraq pul vahidinin dəyərsizləşməsi və qiymətlərin müvafiq qalxması kimi səciyyələndirilir. İnflyasiya dövründə heç də bütün qiymətlərin kütləvi qalxması baş vermir. Bəzi əmtəələrin qiymətləri qalxsa da, digərlərinin qiymətləri dəyişməz olaraq qalır. Bəzilərinin qiymətləri çox artır, digərlərinin isə cüzi artır. Buna səbəb tələblə təklif arasındakı fərqli nisbətlər və fərqli elastiklikdir. Eyni zamanda da heç də hər bir qiymət qalxması inflyasiya demək deyil. İstənilən halda inflyasiya pul tədavülü qanununun pozulmasından doğur, qiymətlərin qalxmasında isə özünü göstərmiş olur. Pul tədavülü qanununun pozulması dedikdə iqtisadiyyatın real tələbatlarından artıq həcmdə pul emissiyası başa düşülür. İnflyasiyanın tərifini bu formada vermək istərdim. İnflyasiya inkişaf səviyyəsindən və xüsusiyyətlərindən asılı olmayaraq bütün bazar iqtisadiyyatlı ölkələrdə pul tədavülü qanununun pulun dəyərsizləşməsində və qiymətlərin ümumi səviyyəsinin qalxmasında təzahür olunan pozulmasıdır. İnflyasiyanın səbəbləri və amilləri haqqında da söz açmaq lazımdır. İctimai təkrar istehsalın ziddiyyətləri həm əmtələrin istehsalı və təklifi sahəsində, həm də pul tədavülü sahəsində fəaliyyət göstərən inflyasiya amillərini meydana gətirir. Birinci sahədə fəaliyyət göstərən amillər içərisində iqtisadiyyatda inhisarçılığın və rəqabətin yayılma miqyaslarını, istehsal xərclərinin artması dərəcəsini, o cümlədən də əmək haqqı qiymətlər silsiləsinin iqtisadiyyatın quruluşundakı qeyri-tarazlıqların müəyyən əmtələrin çatışmazlığın təsirini altına göstərmək olar. İkinci sahədə isə kağız pul emissiyası, onların tədavül sürəti, dövlət maliyyəsinin, kredit sahəsinin vəziyyəti, milli valyuta məzənnəsi daha çox nəzərə çarpır. İnflyasiya mexanizmi ümumiyyətlə bir sıra amillərlə bağlıdır. İlkin olaraq iqtisadiyyatın silsiləvi inkişafını qeyd etmək istəyirəm. Məlum olduğu kimi iqtisadiyyatın inkişafı silsiləvi səciyyə daşıyır və tipik iqtisadi silsilə öz inkişafında 4 mərhələ keçmişdir. Canlanma, yüksəliş, tənəzzül və durğunluq. İkinci amil bu inhisarçı qiymət əmələ gəlməsidir. Hər bir inhisarçı qiymətlərin əvəzinə təsərrüfat fəaliyyətinin miqyaslarını azaltmağı üstün tutur. Anti-inhisar qanunvericiliyinin ziddinə olaraq inhisarçılar arasında qiymət strategiyası haqqında Carter müqavilələrinin bağlanması halları geniş yayılıb. Bunun üçün hər cür bəhanələrdən də istifadə olunur.
Xam malın, yanacağın, elektrik enerjisinin bahalaşması, vergi və kredit dərəcələrinin, əmək haqqının artması və sair misal çəkmək olur. Bütün bunlar inflyasiya proseslərini də gücləndirir. Üçüncü amil iqtisadiyyatın hərbiləşdirilməsi səviyyəsidir. Dünya təcrübəsi onu göstərir ki, milli iqtisadiyyatı yüksək dərəcədə hərbiləşdirilmiş ölkələr labüd olaraq uzunmüddətli yüksək inflyasiya problemi ilə üzləşməli olurlar. Hərbi qüdrətin mülki sahələrin inkişafda geriləməsi hesabına artırılması müvəqqəti olaraq ölkə iqtisadiyyatının inkişafını canlandıra bilər. Və yaxşı məlum olan faktdır ki, müharibədən sonraki dövrdə Yaponiyanın əldə etdiyi iqtisadi nailiyyətlərinin ən əsas amillərindən biri kimi məhz hərbi xərclərin çox aşağı olması çıxış etmişdir. Dördüncü amil dövlət maliyyəsinin böhranıdır. Bunun əsas təzahürü dövlət büdcəsinin kəsirli olmasıdır. Kəsiri çox vaxt inflyasiyanın da generatoru adlandırırıq biz. Büdcə kəsirinin göstəriciləri ilə inflyasiyanın sürəti arasında birbaşa qarşılıqlı əlaqə var. Büdcə kəsiri nə qədər böyük olsa, inflyasiyanın sürəti də bir o qədər yüksək olar. Dünya iqtisadi təcrübəsindən belə bir qanunuyğunluq məlumdur ki, büdcə kəsiri ümumilli məhsulun həcminin 2-3%-dən çox olduqda iqtisadiyyatda tarazlığı pozan və yüksək inflyasiya üçün şərait yaradan bir mexanizm əmələ gəlir. Bunlardan ən məqsədə uygunu dövlət qiymətli kağızların buraxılması və yerləşdirilməsidir. Büdcə kəsirini bu yolla ödəməkdən ötürü dövlətin götürdüyü borc dövlət borcunu müəyyən etmiş olur. Növbəti amil iqtisadiyyatın dövlət tənzimlənməsi. Ümumiyyətlə, hal-hazırda dünyanın heç bir ölkəsində tənzimlənməyən iqtisadiyyat yoxdur. Yalnız dövlət tənzimlənməsinin səciyyəsində, məzmununda, miqyaslarında, müddətliyində müxtəlif fərqlər mövcuddur və bütün hallarda dövlət tənzimlənməsi böyük xərclər tələb edir. Altıncı amil kredit ekspansiyası və hədsiz investisiyalar. Hədsiz investisiyalar qiymətlərin artmasına təkan verə bilər və investisiyaların səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bazardan daima investisiya əmtəələri yayındırılır, əlavə işçi qüvvəsi cəlb olunur. Və bunların əvəzinə bazara yalnız onların pul ekvivalenti daxil olur. Bu isə deməkdir ki, əmtəə təklifi artmadan ödəmə qabiliyyətli tələbat artır. Və bunun da nəticəsində investisiya prosesinin əvvəlində iri miqyaslı investisiyalar həm istehlak mallarının, həm də istehsal materiallarının qiymətlərinin artmasını doğurur. 7-ci amil tədavüldəki pulun miqdarıdır. Pul kütləsinin böyüməsi inflyasiyanın dünya təcrübəsindən ən çox məlum olan səbəbidir. Pul kütləsi ilə qiymətlər səviyyəsi arasındakı bu cür asılılığın olmasını bütün iqtisadçılar təsdiqləyir. Lakin bu asılılığın nə dərəcədə sərt olması və pul kütləsi həcminin dəyişməsinin qiymətlər səviyyəsinə nə dərəcədə tez təsir etməsi haqqında iqtisadçılar arasında yekdil bir fikir yoxdur. 8-ci amil xərclərin artması inflyasiya amili kimi istehsalda qeyri-tarazlıqların mövcud olması ilə əlaqədardır. Bu deməkdir ki, investisiya əmtəələrinin və işçi qüvvəsinin çatışmazlığı qiymətləri və xərcləri artırır. Lakin xərclərin artması həm də onunla bağlı olar ki, muzlu işçilər əmək haqlarının makroiqtisadiyyatın imkanlarından artıq dərəcədə artırılmasını tələb edirlər. Bu imkanları müəyyən etmək asan deyil. Qısa müddətli dövr ərzində əmək haqqının artırılması hədləri tez dəyişə bilər, mənfəət normasından və xarici ticarət balansından da asılı ola bilər. Və sonuncu 9-cu amil isə inflyasiyanın xarici iqtisadi amilləridir. Ümummilli məhsulun real həcminin, yəni dəyişməz qiymətlərlə ifadə edilən milli məhsulun azalması inflyasiyanın daxili iqtisadi zəmini, eyni zamanda da amili, səbəbi şəklində çıxış etdiyi kimi, ölkənin xarici iqtisadi mövqelərinin daimi zəifləməsi inflyasiyanın xarici zəmini amili kimi çıxış edir.
Ölkənin xarici iqtisadi mövqelərinin zəifləməsi bir sıra mənfi proseslərdə təzahür edir. Milli valyutanın aramsız və hədsiz devalvasiyası, kapitalın bu milli valyutadan, o cümlədən də xaricə qaçması, milli valyutanın işlədiyi daxili iqtisadiyyat sahələrinin məhdudlaşması və xarici valyutaların, ilk növbədə də dolların işlədiyi sahələrin genişlənməsi. Müasir inflyasiya təkcə pul amillərindən deyil, həm də qeyri-pul amillərindən də təsirlənir. Müasir inflyasiya daxili və xarici istehsalın və tədavülün qarşılıqlı əlaqəsindən doğan mürəkkəb, çox amilli bir prosesdir. İnflyasiyanın bütün amilləri konkret vəziyyətdən asılı olaraq müxtəlif qüvvə ilə qismən eyni vaxtda, qismən də ardıcıl şəkildə işləyir, üst-üstə düşür. İnflyasiyanın vüsətini gücləndirən yeni əlavə təsirlərə də səbəb olurlar. İnflyasiyanın amilləri sadaladığım amillərlə məhdudlaşmır, lakin bunlar ən geniş yayılmış və ən fəal amillərdir. İkinci sualımız inflyasiyanın növləri, təzahür formaları və inkişaf qanuna uyğunluqları. İnflyasiyanın növləri və təzahür formalarından söz açaq. İnflyasiyanın təsnifatı müxtəlif meyarlara əsaslanır. Belə ki, inflyasiyanın amilləri haqqında dediklərimdən aydın olur ki, inflyasiyanın amilləri pul tədavülü və əmtəələrin istehsalı və təklifi sahələri tərəfindən çıxış edirlər. İnflyasiyanın pul və qeyri-pul amillərinin təsiri altında yaranması mümkünlüyü inflyasiyanın aşağıdakı iki növünün fərqləndirilməsinə səbəb olur. Birincisi, tələb inflyasiyası. O, pullu tələbin əmtəə təklifindən çox olmasını yaradan pul amillərinin təsirindən irəli gəlir. Başqa sözlə desək, məcmu tələbin istehsalın real həcmi ilə müqayisədə artıq olması məhz tələb inflyasiyasını ortaya gətirir. İkinci isə xərclər inflyasiyasıdır. Xərclər inflyasiyasının yaranması və inkişafı maddi istehsal müstəvisində olan amillərin təsiri ilə baş verir. O, xammal, material, yanacağın bahalaşması, həmkarlar ittifaqlarının təzyiqi altında əmək haqlarının qalxması, insarçı qüvvələrin təsirinin güclənməsi səbəbindən xərclərin, yəni maya dəyərinin artmasına və qiymətlərin qalxmasına, bunun ardınca isə pul kütləsinin genişlənməsinə səbəb olan qeyri-pul amillərindən irəli gəlir. Digər təsnifləşdirmə isə qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü fərqləndirilir. Birinci, mötədil inflyasiya. Bu, bəzi ədəbiyyatlarda buna mülayim və sürünən inflyasiya kimi də rast gəlmək olar. Mötədil inflyasiya demək qiymətlərin orta illik artım sürəti 10%-ə qədərdir. Sənaye ölkələrində belə şəraitdə pulun dəyəri nisbətən sabit saxlanıldığından bu inflyasiyanı normal iqtisadi inkişafın təbii həyəcan və təhlükə yaratmayan tərkib hissəsi kimi qəbul edirlər. İkinci inflyasiya növü bu çaparaq inflyasiyadır. Qiymətlərin artım sürəti 10-100%, 10%-dən 100%-ə çatır. İqtisadiyyat üçün təhlükəlidir. Təcili anti-inflyasiya tədbirlərinin görülməsini tələb edir. Daha çox inkişaf etməkdə olan ölkələrə xas olan bir inflyasiya növüdür. Üçüncü inflyasiya növü bu hiperinflyasiyadır. Qiymətlərin orta illik artım sürəti 100%-dən çoxdur. Və onu da qeyd etməliyəm ki, bu sürət həddi inkişaf etmiş ölkələrə aid edilir. İnkişaf etməkdə olan qeyri-sabit keçid iqtisadiyyatlı ölkələr üçünsə hiperinflyasiyanın başlanğıc həddi daha da yüksəkdir. Demək, gizli inflyasiya zamanı dövlət əmtəə qıtlığı şəraitində qiymətlərə sərt nəzarət tətbiq edir. Məsələn, dövlət qiymətləri dondurur. Lakin qiymətlər dəyişmədiyi halda əmtəələrin keyfiyyəti də aşağı düşür. Yaxud güya yeni olan əmtəələrə daha yüksək qiymətlər
təyin edilir. Və bir qayda olaraq qiymətlərin yüksək olduğu qara bazar yaranır, mal qıtlığı və növbələr adi hala çevrilir. Pulun gizli dəyərsizləşməsinə, əmtəələrin istehlak xüsusiyyətlərinin pisləşdiyi halda, onların qiymətlərinin dəyişməz qalması ilə səciyyələnən və gizli inflyasiyanın ikinci üzü olan keyfiyyət inflyasiyası aiddir. Bu halın digər təzahürü qiymətlərin əmtəələrin keyfiyyətinin yüksəldilməsindən daha artıq dərəcədə artmasıdır. İnflyasiya şoku qiymətlərin bir anda kəskin qalxmasıdır. O, qiymətlərin açıq şəkildə sürətlə qalxmasına təkan ola bilər. Yayılma miqyasına görə isə lokal, regional və qlobal inflyasiyanı misal çəkmək olar. Lokal inflyasiya zamanı qiymətlərin qalxması konkret ölkənin sərhədləri ilə məhdudlaşır. Regional inflyasiya isə dünyanın konkret regionu, bu regionun ölkələri ilə məhdudlaşır. Qlobal inflyasiya isə dünyanın konkret coğrafi məkanında yaransa da tezliklə bütün dünyaya yayılır. İqtisadiyyatın qiymət artımına nə dərəcədə uyğunlaşmasından asılı olaraq tarazlaşdırılmış və tarazlaşdırılmamış inflyasiyanı fərqləndiririk. Tarazlaşdırılmış inflyasiya zamanı müxtəlif əmtəə qruplarının ayrı-ayrılıqda qiymətləri dəyişsə də, qiymətlər arasındakı nisbətlər dəyişməz olaraq qalır və qiymətlərin illik artımına müvafiq olaraq faiz dərəcələri qaldırılır. Bu da qiymətlərin sabit olduğu iqtisadi duruma uyğun gəlir. Tarazlaşdırılmamış inflyasiya zamanı isə müxtəlif əmtəələrin qiymətləri bir-birinə qarşı daima və fərqli nisbətlərdə dəyişir. Və belə olan halda sənayenin inkişaf imkanları məhdudlaşır və yaranmış şərait isə daha çox möhtəkirlik və vasitəçilik fəaliyyəti üçün əlverişli olur. Və qiymət artımının gözlənilmə dərəcəsinə görə gözlənilən və gözlənilməz inflyasiyanı göstərə bilərik. Gözlənilən inflyasiya müəyyən dövr üçün proqnozlaşdırılır və bu adətən mərkəzi hökumət tərəfindən planlaşdırılır. Gözlənilməz inflyasiya isə qiymətlərin qəfildən sıçrayışıdır və bu da ilk növbədə pul tədavülü və vergi sisteminə mənfi təsir göstərmiş olur. İnflyasiyanın inkişaf qanunu uyğunluqlarından da söz açmaq istəyirəm. Dünya təcrübəsindən məlumdur ki, inflyasiya öz inkişafında 3 mərhələdən keçə bilər. Birinci mərhələdə tədavüldəki pul kütləsinin artım sürəti pulun dəyərsizləşmə sürətini üstələmiş olur. Bu hal müharibə qabağı və müharibə dövrünün iqtisadi artım şəraitində istehsalın süni şəkildə canlandırılmasından ötürü tədavülün pula olan tələbatının müəyyən dərəcədə artması ilə izah oluna bilər və dövlətin emissiya gəliri də bu zaman artmış olur. İkinci mərhələ tədavüldəki pul kütləsinin qiymətin əmələ gəlməsində məhdudlaşdırıcı tədbirlərsiz böyüməsi inflyasiyanın inkişafının ikinci mərhələsini əks etdirir. Burada pulun dəyərsizləşmə sürəti, yəni qiymətlərin artım sürəti pul kütləsinin artımından getdikcə kənarlaşır. Buna səbəb pul tədavülünün qeyri-tarazlığın güclənməsidir. Bu ondan irəli gəlir ki, inflyasiya iqtisadi artımı daha stimullaşdırmır və iqtisadi artımın aşağı düşməsinə mane olmur. Qiymətlərin dövlət tənzimləməsi mexanizmi isə ya yoxdur, ya da təsirsizdir. İnflyasiyanın inkişafındakı mövcud olan üçüncü mərhələ pul kütləsinin genişlənməsi sürəti ilə qiymət artımı sürəti arasındakı dəyişən nisbətlə səciyyələnir. Pulun orta illik dəyərsizləşmə sürəti tədavüldəki pul kütləsinin artım sürətini ya bir qədər qabaqlayır, ya da ondan bir qədər geri qalır. Bu, iqtisadiyyatın dinc inkişafı zamanı müşahidə olunur. Burada inflyasiya mötədil səciyyəyə daşıyır və dövlətin nəzarəti altındadır, mötədil səviyyəyə endirmiş olur. İndi isə üçüncü sualımıza keçid edirik. Deflyasiya, stagflyasiya və devalvasiya.
Deflyasiya bir iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azaldığı və ya mal və xidmət istehsalının azalmasına yol açan bir vəziyyətdir. İnflyasiya müddətində qiymətlərin səviyyəsi yüksəlir və pul dəyərini itirir. Əksinə, deflyasiya dönəmində isə qiymətlər aşağı enir və bununla bağlı olaraq pul dəyər qazanır. Bu isə xalqın pulu olan tələbinin artmasına, əksinə mala olan tələbin azalmasına yol açır. Və beləliklə istehsalçılar məhsullarını satmaqda çətinlik çəkirlər. Ehtiyatlar artır, nəticədə investisiya azalır və hətta durur. İstehsal faktorlarından bəzi bölmələri istifadəsiz hala çevrilir, işsizlik artır, işsizlik isə gəlirin azalmasına və bunun nəticəsində də iqtisadiyyatda daralmaya, yəni depressiyaya gətirib çıxarır. Və buradan da anlaşıldığı kimi deflyasiyaya yol açan ən önəmli faktorlardan biri də iqtisadiyyatdakı tələb yetərsizliyidir. Bununla bərabər deflyasiyanın ən ciddi təhlükəsi işsizliyə səbəb olmasıdır. İstər inflyasiya, istərsə də deflyasiya iqtisadiyyat üçün ağır xəstəlikdir. Stagflyasiya. Demək, Avropada ortaya çıxan 1969-1976-cı illər böhranı dönəmində inflyasiyanın təsiri ilə qiymətlər səviyyəsinin yüksəldiyi görülmüşdür. Lakin bunun yanında da inflyasiyanın bir nəticəsi olaraq iqtisadiyyatda bir canlılığın ortaya çıxmadığı, əksinə bu durğunluq halının hökm sürdüyü ölkələrdə isə iş həcminin azaldığı və işsizliyin artdığı gözlənilmişdir. Bir ölkədə mal və xidmətlərin qiymətləri yüksəkdir. Digər yandan da iş həcminin daralması indiyə qədər keçərli olan nəzəri bilgilərə görə bir-birinə zidd olan iki hadisəyə çevrilmiş oldu. Devalvasiya, demək, pulun dəyəri, biz pulun dəyəri deyəndə pulun satın alma gücü də deyə bilərik biz buna. Demək, pulun dəyəri pul vahidinin satın alacağı mal və xidmətlər cəmi ilə ölçülür. Misal üçün, müəyyən bir pul miqdarı ilə bir səbəti hər hansı bir mallar alaraq doldursaq və müəyyən bir müddət sonra bu səbəti yenə eyni mallarla doldurmaq üçün mal qiymətlərində meydana gələn artımlar səbəbi ilə əgər birinci halda 50 manat ödəyirdiksə, hal-hazırda 100 manat ödəmək lazım olacaqsa, bunun ortaya qoyduğu gerçək bu müddət aralığında pulun 100% nisbətində bir dəyər itkisinə yol açmasıdır. Yəni ki, satın alma gücü itkisinə yol açmasıdır. Və bu halda ümumi qiymətlər səviyyəsi ilə pulun dəyəri arasında tərs yönlü bir ilişki var. Ümumiyyətlə, bir iqtisadiyyatda pul miqdarı artdığı təqdirdə qiymətlər səviyyəsi yüksələcək və dolayısıyla pulun dəyəri də düşəcəkdir. Əksinə, bir iqtisadiyyatda pul miqdarı azalırsa, qiymətlər səviyyəsi də düşəcək və pulun dəyəri yüksələcəkdir. Pulun daxili dəyəri yanında xarici dəyəri də vardır. Bir ölkənin milli pulun dəyərinin tək tərəfli bir qərarla xarici ölkə pullarına görə düşürməsinə devalvasiya deyilir. Məsələn, 1 avro 1 manatkən yapılan bir devalvasyonla 1 avro 1 manat 10 qəpik olaraq təsbit edilirsə, bu zaman manat avro qarşısında 10% nisbətində dəyər itkisinə yol açmış mənasını verir. Devalvasiya sırasında yapılmasını gərəkdirən şərtlərin ən önəmlisi davamlı və xronikləşmiş xarici ticarət açıqlarıdır. Bir iqtisadiyyat əgər xaricə satdığından daha çox malı xaricdən alırsa, bu ölkənin xarici ticarəti açıq verir deməkdir. Yəni, xarici ticarət kəsiri olan ölkələrin hökumətləri devalvasiyon etməklə ixracatı artırma, idxalatı isə azalma məqsədini daşıyır. Devalvasiyanı həyata keçirən ölkənin malları xarici ölkələr üçün ucuzlaşmış olur. Əksinə, xarici ölkənin malları isə
bu ölkədə bahalaşır. Lakin devalvasiyadan sonra iqtisadi uğuru əldə etmək üçün daxili qiymətlərin artımını dayandırmaq təməl şərtdir. Azərbaycanda baş verən devalvasiya demək manatın Azərbaycanda baş verən devalvasiyaya uyğun olaraq manatın dəyəri 1,5 manat təyin edildi. Devalvasiya 33,8% oldu. 21 dekabr 2000 demək ilk devalvasiya Azərbaycanda 2015-ci il fevral ayında baş vermişdi. 21 fevralda baş vermişdi. 21 dekabr 2015-ci ildə isə ikinci devalvasiya oldu və bir ABŞ dollarının rəsmi məzənnəsinin 1,55 manat səviyyəsində qərarlaşdı. Yəni 1 manat 55 qəpik səviyyəsində qərarlaşdı. Azərbaycanda baş verən devalvasiyanın müsbət və mənfi tərəfləri haqqında söhbət açmaq istəyirəm. Müsbət tərəfləri olaraq onu qeyd edim ki, ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranır. Məsələn, əgər əvvəllər kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli idisə, milli valyutanın xarici valyutalara görə devalvasiyası nəticəsində kənd təsərrüfatı inkişaf edə bilər. Ölkədən eksport daha qazanclı olur. Devalvasiya həmçinin ölkənin makroiqtisadi göstəricilərinə də müsbət təsir edə bilər. Məsələn, ölkənin qızıl ehtiyatları da artmış ola bilər. Mənfi tərəfləri isə devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlayır. Bu da bank sektorunun vəziyyətini çətinləşdirmiş olur. Devalvasiya yerli məhsullarda da qiymətlərin qalxmasına stimul yaradır. Kiçik və orta biznesin çətinləşməsi baş verir. Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi də devalvasiyanın ən ağır nəticələrindən biridir. Anti-inflyasiya siyasəti demək, bütün bu inflyasiya proseslərinin qarşısının alınması üçün son nəticədə dövlət anti-inflyasiya siyasəti yürütməlidir. Anti-inflyasiya siyasəti dövlətin qiymətlərin davamlı artımının, yəni inflyasiyanın qarşısını almaq və iqtisadi sabitliyi qorumaq məqsədi ilə həyata keçirdiyi bir tədbirlər toplusudur. Bu siyasət əsasən pul təklifinin tənzimlənməsi, faiz dərəcələrinin dəyişdirilməsi, büdcə xərclərinin nəzarətdə saxlanılması və monetar intizamın gücləndirilməsi vasitəsilə həyata keçirilir. Anti-inflyasiya siyasəti iki əsas istiqamətdə aparılır. Birinci istiqamət bu monetar siyasətdir. Mərkəzi bank pul kütləsini məhdudlaşdırır, uçot dərəcəsini artırır və kommersiya banklarının kredit imkanlarını daraldır. Məqsəd bazarda dövriyyədə olan pul miqdarını azaltmaq və tələbi cilovlamaqdır. İkinci istiqamət isə anti-inflyasiya siyasətində aparılan ikinci istiqamət isə bu fiskal siyasətdir. Dövlət büdcə xərclərini azaldır və yaxud da vergiləri artıraraq ümumi tələbi də zəiflətmiş olur. Və bu yolla inflyasiya təzyiqləri azaldılır. Anti-inflyasiya siyasəti həmçinin struktur islahatlarla da dəstəklənə bilər. Məsələn, istehsal səmərəliliyinin artırılması və rəqabət mühitinin gücləndirilməsi qiymətlərin sabitliyinə töhfə verir. Bu siyasətin əsas məqsədi iqtisadi artımı əngəlləmədən qiymət sabitliyini qorumaq və uzunmüddətli makroiqtisadi tarazlığı təmin etməkdən ibarətdir. Anti-inflyasiya siyasətində pul islahatlarının rolundan söz açmaq istəyərdim. Pul islahatları anti-inflyasiya siyasətinin mühüm tərkib hissəsidir. Bunların məqsədi pul sisteminin sabitliyini bərpa etmək, əhalinin milli valyutaya olan inamını gücləndirmək və inflyasiya gözləntilərini azaltmaqdır. Pul islahatlarının bir neçə növü mövcuddur. İlk olaraq denominasiyadan söhbət açmaq istərəm. Pul vahidinin nominal dəyərinin dəyərsizləşdirilməsi, yəni köhnə dəyişdirilməsi, üzr istəyirəm. Yəni köhnə pulların müəyyən məzənnə ilə
yeniləri ilə əvəz olunması deməkdir. Bu əsasən inflyasiya nəticəsində pulun dəyərsizləşməsi fonunda həyata keçirilir. Bu pul islahatının məqsədi pul dövriyyəsini sadələşdirmək və ictimai inamı artırmaqdan ibarətdir. İkinci pul islahatı pul vahidinin sabitləşdirilməsidir. Milli valyutanın digər sabit və etibarlı valyutaya, məsələn, ABŞ dollarına bağlanması və ya pul islahatları anti-inflyasiya siyasətinin mühüm tərkib hissəsi olaraq məqsədli pul sisteminin sabitliyini bərpa etmək, əhalinin milli valyutaya olan inamını gücləndirmək və inflyasiya gözləntilərini azaltmaqdan ibarətdir. Üçüncü pul islahatı yeni pul sisteminin tətbiqidir. Ciddi pul böhranı zamanı köhnə pul sistemindən tam imtina edilərək yeni bir valyuta və ya pul idarəetmə mexanizmi tətbiq oluna bilər. Dördüncü pul islahatı pul emissiyasına nəzarət və Mərkəzi Bankın müstəqilliyinin gücləndirilməsi. Yəni, inflyasiyanın əsas səbəblərindən biri olan nəzarətsiz pul çapı məhdudlaşdırılır. Növbəti pul islahatları düzgün anti-inflyasiya siyasəti ilə birgə həyata keçirildikdə qiymətlərin sabitləşdirilməsinə, makroiqtisadi etimadın bərpasına və uzunmüddətli iqtisadi inkişaf üçün münbit şəraitin yaradılmasına şərait yaratmış olur. Sabit məzənnə rejiminin tətbiqi. Bu yanaşma inflyasiya gözləntilərini zəiflədir və bazarda qiymət sabitliyinə töhfə verir. Yeni pul sisteminin tətbiqi və bunu bayaq da qeyd etmişdim və bu pul islahatlarını həyata keçirərək dövlət inflyasiyanın səviyyəsini azaltmağa çalışır və bir daha da qeyd edeyim ki, pul islahatları anti-inflyasiya siyasətinin mühüm tərkib hissəsidir. Mühazirənin sonunu isə bir sitatla yekunlaşdırmaq istəyirəm. İnflyasiya pulun səssiz oğrusudur. Növbəti görüşlərədək.